Müzakirəmiz olacaq bu barədə siyasi şərhçi Əhməd Şahidovla. Əhməd bəy, xoş gördük sizi. Xoş gördük, hər vaxtınız xeyir olsun. Əhməd bəy, bir daha vurğulamaq istərdim ki, bu həftə Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlər demək olar ki, pik həddə çatdı və bununla bağlı hətta Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariana Kuyunçiç Xarici İşlər Nazirliyinə də çağırıldı. Ona etiraz notası da təqdim olundu və qəti şəkildə qərəzli müddialar da pisləndi. Maraqlıdır. Niyə yenə qətnamədəki müddialar reallıqları təhrif etdi bu dəfədə? Obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd oldu. Niyə yenə bu proses təkrarlandı? Ümumiyyətlə, Azərbaycanla Avropa institutları arasında münasibətlərin tarixinə baxsaq, Azərbaycan elə müstəqilliyini əldə etdikdən sonra üzləşdiyi ən böyük problem ərazilərinin işğal edilməsi, 1 milyondan artıq qaçqın məsələsi. O zaman bizim səsimiz dünya səviyyəsində çox az eşidilirdi. Baxmayaraq ki, 93 və 94-cü illərdə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var idi ki, onlar qeyri-şərtsiz icra olunmalıydı. O baxımdan Azərbaycan atəşkəs elan olunduqdan sonra 94-cü ildə ilk əsas məqsədi beynəlxalq platformalarda, xüsusən də Avropa institutları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq, Avropa institutlarına üzv olmaq və bununla da öz səsini dünyaya tanıtmaq, statusunu legitimləşdirmək idi. Və ilk dəfə biz 1993-cü ildə ATƏT-ə üzv olduq və ATƏT Azərbaycanla Ermənistan arasında bu münaqişənin həll olunmasında yeganə beynəlxalq statuslu vasitəçi bir platforma idi. 30 il, 35 il ATƏT platformasında, xüsusən də Minsk qrupu çərçivəsində güya münaqişəni həll etməyə çalışırdılar, amma əslində bu status quo-nu qoruyub saxlamağa hələ imkan olsa rəsmi Bakını müəyyən güzəştlərə getməyə çağırırdılar. Amma Azərbaycan yenə beynəlxalq hüquqa, beynəlxalq institutların, Avropa platformalarının gücünə ümid edirdi. Biz bunun ardınca 2001-ci ildə Avropa Şurasına üzv olduq, Avropa Şurası Parlament Assambleyasına və bu üzvlük paralel olaraq Azərbaycan və Ermənistan arasında eyni anda baş verirdi. Avropa Birliyi ilə, Avropa İttifaqı ilə bizim müəyyən beynəlxalq layihələrdə üzvlüyümüz oldu, əməkdaşlığımız oldu, Avropa İttifaqı şərq tərəfdaşlığı layihəsi çərçivəsində və bütün bu təşkilatlarla bərabər hüquqlu şəkildə biz əməkdaşlığa ümid edirdik. ATƏT dediyim kimi heç bir təsiri olmadı bu vasitəçilik missiyasında. Ona görə Azərbaycan haqlı olaraq ATƏT-in bu Minsk qrupunun vasitəçiliyindən imtina elədi. Avropa Şurası Parlament Assambleyası, bəzən insanlar qarışdırır, bu Avropa institutlarının hamısını eyni gözdə görmək doğru deyil. Bəzi təşkilatlara Azərbaycan üzvdür, bəzi təşkilatlarla sadəcə əməkdaşlıq eləyir. Konkret olaraq Avropa Parlamentinə gələndə Azərbaycan nə Avropa Birliyinin, nə Avropa İttifaqının üzvü deyil. Bu baxımdan Azərbaycan Avropa Parlamentində təmsil olunmur, bizim orada deputatlarımız yoxdur. Amma Avropa Parlamenti ilə Avropa İttifaqı missiyası çərçivəsində müəyyən əməkdaşlığımız var və Avropa Parlamenti sırf siyasi qərarlar çıxaran bir qurumdur. Onun çıxardığı qərarlar, qətnamələr heç bir halda Azərbaycan üçün məcburi xarakter daşımır. Azərbaycan Avropa Parlamenti yurisdiksiyasına daxil deyil, o qərarlar bizim üçün heç bir icra mexanizmi daşımır. Sadəcə müəyyən siyasi mesajlar vermək baxımından Avropa ölkələri, Avropa İttifaqı, belə deyək, Azərbaycana müəyyən əməkdaşlıq əlaqələri müəyyən siyasi mesajlar vermək, müəyyən rəsmi Bakıya təzyiqlər etmək baxımından zaman-zaman bu kimi qətnamələr dərc eləyir. Məqsəd yönlü addımlar deyilmi? Təbii, burada müəyyən faktorlar var. İlk növbədə Fransanın, Almaniyanın təsir dairəsi var ki, orada onlar Avropa Parlamentində ən çox deputatlarla təmsil olunan ölkələr sayılır. Daha sonra erməni lobbisi faktoru var və bir də ən böyük faktor 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanın dəyişdiyi reallıqlar, 2023-cü il antiterror əməliyyatları heç bir halda Avropa ölkələri tərəfindən, bəzi dairələr tərəfindən qəbul olunmur. Çünki uzun illərdir ki, Cənubi Qafqazda Avropanın həyata keçirdiyi siyasət bir günün içində, belə deyək, alt-üst oldu. Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Avropa institutlarının vasitəçiliyinə əhəmiyyət qalmadı və Ermənistanla birbaşa dialoq var artıq. Hökumətlərarası komissiya gah Azərbaycanda, ötən həftə
Ermənistanda görüşlər keçirdi. Belə olan halda Azərbaycana qarşı əvvəlki illərin müəyyən argumentləri var. Onları yenidən qaldırmağa başladılar. Bilirsiniz, Avropa Parlamenti, elə Avropa Şurası Parlament Assambleyası olsun, hər zaman Azərbaycanda insan haqları, demokratiya, seçkilər, media azadlığı kimi məsələləri bir növ vasitə kimi Azərbaycana qarşı istifadə edib. Əhməd bəy, sanki bu 8 avqust Vaşinqtonda sülhün paraflanmasından sonra bir qədər münasibət dəyişmişdi. Hətta rəsmilərin açıqlamalarında, Avropa rəsmilərinin açıqlamalarında biz bunu duyurduq da, hiss eləyirdik. Amma yenidən, bax bu hücum deyək də, yenidən bu hücumun başlamasının səbəbi nədir? Münasibət dəyişib. Təbii, amma niyyət dəyişməyib. Yəni, çünki əvvəllər Azərbaycana qarşı münasibətdə sırf bu münaqişə üzərindən Azərbaycana hücum olunurdu. Torpaqların heç bir halda müharibə yolu ilə həll olunmamalı olduğu, bunun qarşılıqlı güzəştlər, kompromis. Amma bu məsələ artıq 8 avqust ABŞ-dakı Azərbaycanla Ermənistan arasında birbaşa razılaşma ilə həll olundu. Yenə o anti-Azərbaycan dairələrin Azərbaycana qarşı o, belə deyək, kinimi deyim, nifrətimi deyim, o tükənmir. İndi alternativ yollar tapırlar. Azərbaycanda həbsdə olan erməni əsilli şəxsləri vicdan məhbusu, siyasi məhbus kimi qələmə verib onların qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edirlər. Onların siyahısına hazırda həbsdə olan ictimai siyasi fəalları, müəyyən jurnalistlərin də adını salıb daha çox məsələni köpükləndirməyə çalışırlar. Hətta o 2023-cü il antiterror əməliyyatından sonraki ermənilər könüllü şəkildə Azərbaycan ərazisində yaşamaq istəməyib, Azərbaycan qanunları ilə Azərbaycan vətəndaşlığını qəbul eləməyib, o əraziləri tərk edəndən sonra bunu da güya etnik təmizləmə kimi təqdim edib, güya Azərbaycan o 100 min ermənini qovaraq, öldürərək, yaralayaraq güya o ərazilərdən qovub, halbuki görüntülər var, onlar özləri əraziləri tərk edirlər. Yəni bu kimi məsələlər, güya Qarabağda Azərbaycan elə hər gün müəyyən bir kilsələri dağıdır, güya erməni dırnaqarası tarixi abidələrini dağıdır. Bu kimi məsələləri sistemləşdirib Azərbaycana qarşı bu qərarlar qəbul edirlər. Hətta bir neçə həftə bundan öncə aprelin 16-sı səhv eləmirəmsə Niderland parlamentində analoji olaraq Azərbaycana qarşı bu qətnamə qəbul edildi. Bunun ardınca Belçika parlamenti. Bu artıq elə Avropa parlamenti səviyyəsində Azərbaycana qarşı qətnamə qəbul olmasına bir hazırlıq idi. Yenə deyirəm, bu qətnamələrin heç bir siyasi mexanizm, bir hüquqi təsir mexanizmi yoxdur. Sadəcə siyasi xarakter daşıyır. Bu Azərbaycana təzyiq göstərmək, olası sülh danışıqları zamanı rəsmi Bakının müəyyən güzəştlərə getməsinə nail olmaq və ümumən Azərbaycanın beynəlxalq imicinə təsir göstərmək. Təbii ki, Azərbaycan üçün arzu olunan deyil bu qətnamələr. Çünki müəyyən bu Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa çalışırlar. Azərbaycanın əlverişli investisiya mühitini kölgə altına salmağa çalışırlar. Bəzi Avropalı qərb yönümlü iş adamları ölkələrin investisiya imkanlarını seçərkən oradakı bütün bu məsələləri nəzərdən keçirir. İnsan haqları, demokratiya, seçkilər. Bu baxımdan həmin o investisiya mühitindən bir qədər kölgə salmağa çalışır. Amma Azərbaycan üçün əsas prioritet məsələlər var. Yəni biz bu Avropa parlamentinin qərarlarını qəbul etsək nə olacaq, qəbul etməsək nə olacaq seçimi, dileması qarşısında qalsaq, təbii ki, qəbul eləmiş olsaq biz bütün milli məsələlərimizdən, müqəddəs dəyərlərimizdən vaz keçmiş olacağıq. Azərbaycan xalqının qanına əlini bulamış, o müharibə cinayətkarlarını qeyri-şərtsiz azadlığa buraxmaq, bu bizim üçün elə ilk növbə Azərbaycan qanunvericiliyinə zidd bir hərəkətdir. Azərbaycan xalqının milli duyğuları ilə oynamaq deməkdir. Digər məsələlər də ki, bundan sonra Azərbaycanla bağlı təzyiqlər daha da davam edəcək. Brüsseldən gündə bir qərar çıxacaq, Azərbaycanı öz təsiri altına salmaq üçün gündə bir qərar çıxaracaqlar ki, bu əsla qəbul olunan deyil. Əslində Azərbaycanla əlaqələri korlamaq Avropa parlamenti üçün nə deməkdir? Avropa təsisatları üçün nə deməkdir? Təbii ki, Avropa İttifaqı ilə bizim çox gözəl münasibətlərimiz var. Xüsusən də 2022-ci ildə Ukrayna-Rusiya müharibəsindən sonraki Avropanın enerji təhlükəsizliyi ciddi risk altına alındı. O zaman Avropa Komissiyasının prezidenti Ursula von der Leyen xanım Azərbaycana səfər elədi. Belə bir xahiş, minnət şəklində Azərbaycanla uzun müddətli enerji müqaviləsi bağlanıldı. Bu Avropanın özünün enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmi
gündəmini ortaya çıxarır. Amma burada Avropa daxilində də bir sol əllə əməkdaşlıq edib sağ əllə təzyiq göstərmək siyasəti var. Biz bugün Avropa İttifaqına, Avropa Komissiyasına bildirsək ki, Avropa Parlamenti Azərbaycana qarşı qərarlar qəbul edir, siz niyə susursunuz? Onlar bildirəcək ki, bizdə ayrı-ayrı hakimiyyətdir, bizdə icra hakimiyyəti ilə qanun və icra hakimiyyətləri bir-birinə tabe deyirlər. Amma əslində kölgə, pərdə arxasında təbii ki, bir-biri ilə məsləhətləşmələr var. Yəni, bir tərəfdən Azərbaycandan enerji alırlar, neft, qaz məhsulları alırlar. Digər tərəfdən Azərbaycana müəyyən təzyiq, bu cür qərarlar qəbul eləməklə bir növ Azərbaycanı davamlı bir təzyiq altında saxlamağa çalışırlar. Dediyim kimi, Avropa Parlamentinin və ya ayrı-ayrı Avropa ölkələrinin parlamentlərinin qərarlarını birmənalı şəkildə qəbul etmək bu bizim milli maraqlarımıza zid məsələdir və digər Avropa institutları, amma əməkdaşlıq davam eləməlidir. Yəni biz bu Avropanın bu platformaları ilə birmənalı şəkildə əlaqələri qopub tam izolyasiya olmaq da bu bizim üçün milli maraqlarımıza uyğun deyil. Ən azından Ermənistan və digər bizə qarşı olan ölkələr üçün tək qapıya qol oynamaq, futbol oynamaq kimi bir şey olacaq. Onlar, məsələn, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındaydıq. Orada Azərbaycan nümayəndə heyəti bilirsiniz ki, bir neçə ildir ki, fəaliyyətini dondurub. Ermənilər rahat şəkildə öz istəklərini bildirirlər, çıxışlarını eləyirlər. Orada Almaniyadan Frank Schwab olsun, digər anti-Azərbaycan mövqeyi ilə tanınan Avropa parlamentarlar olsun. Onlar Azərbaycan əleyhinə hansısa bir fikir bildirirlər. Azərbaycan nümayəndə heyətinin orada iştirak eləməməsi təbii ki, bizim üçün yaxşı deyil, amma o Aşpanın irəli sürdüyü şərtlərin hamısını qəbul eləmək də uyğun deyil bizim üçün, qəbul olunan deyil. Müəyyən kompromislər ola bilər. O şərtlərin müəyyən qismi var ki, Azərbaycan onu qismən də olsa həyata keçirə bilər. Yəni, bəzi hazırda həbsdə olan ictimai fəallarla bağlı məsələyə yenidən baxılmaqla, amma yenə bu Avropa Parlamentini qane edəcəkmi, Aşpanı qane edəcəkmi, bu mübahisəli məsələdir. Çünki onlar irəli sürdüyü şərtlər ki, bu Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi, bu münaqişənin süni şəkildə yenidən qabardılması təbii ki, bizim üçün milli məsələdir. Amma yenə deyirəm, Azərbaycanın Avropa enerji təchizatı məsələsi heç də Avropa Parlamentinin Azərbaycana qarşı qərarlar qəbul etməyəcəyi təminatını vermir. Orada bildirirlər ki, Avropa Parlamentinin deputatları yerli xalqlar tərəfindən seçilmiş şəxslərdir. Onlar istədiyi ölkə ilə bağlı tənqidi fikirlər səsləndirə bilərlər. Bunun Azərbaycana ancaq və ancaq siyasi bir imic məsələsində bir müəyyən zərər ola bilər. Heç bir hüquqi mexanizmi yoxdur. Bu yerdə mən Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında Euronews telekanalına müsahibəsindən bir sitatı xatırlatmaq istəyərdim. Biz artıq buna reaksiya vermirik. Biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Bu, Prezident İlham Əliyevin ilin əvvəlində Euronewsa verdiyi müsahibəsindən sitatdır. Belə olan halda, belə deyək də, bu qərəzli münasibətlər dayanmadığı halda Azərbaycanın reaksiyası daha necə olmalıdır? Biz qeyd elədik ki, Milli Məclis buna etirazını bildirdi, bununla bağlı əməkdaşlığı dayandırdığını bildirdi hətta və Avropa İttifaqının Azərbaycandakı səfiri çağırıldı, ona da etiraz notası təqdim olundu. Bundan əlavə bizim addımlarımız nə olmalıdır? Təbii ki, Azərbaycan dövlətinin mövqeyi yerindədir. Azərbaycan bir dövlət olaraq ona belə yuxarıdan aşağı baxmaq, təlimatlar göndərmək siyasətini əsla qəbul eləmir. İstər Brüsseldən olsun, istər Vaşinqtondan olsun. Azərbaycan dövlətinin özünün maraqları var bölgədə və dünyada. Amma bu Avropa institutları ilə sonsuza qədər münasibətləri qopartmaq, belə kəsmək də Azərbaycana fayda gətirmir təbii ki. Bu baxımdan alternativ güclər var. Yumuşaq gücdən istifadə etməlidir Azərbaycan. Xüsusən də Avropada yaşayan Azərbaycanlılar, Azərbaycan diasporası, vətəndaş cəmiyyətinin nümayəndələri istər Avropa Parlamenti
olsun, istər Avropa Şurası Parlament Assambleyası olsun, bu qurumlarla intensiv iş aparılmalıdır. Orada ayrı-ayrı Azərbaycana qarşı qərəzli çıxışlar edən Frank Schwab olsun, digər anti-Azərbaycan mövqeyi ilə tanınan şəxslər ayırt edilməli, onlarla müəyyən lobiçilik fəaliyyəti göstərilməlidir. Həmin o anti-Azərbaycan mövqeyi ilə seçilən deputatlar da orada sonsuza qədər qalmayacaqlar. Onların yerinə həmin ölkələrdən yeni deputatlar seçiləcək, növbəti sessiyalarda, növbəti çağırışlarda onlarla iş aparılmalıdır ki, Azərbaycanla bağlı həqiqətləri olduğu kimi təqdim olunsun. Azərbaycan-Ermənistan münaqişəsi bitib, artıq sülh müqaviləsi imzalamaq ərəfəsindədir. Azərbaycana qarşı bu ənənəvi düşmənçilik siyasətindən əl çəkilməlidir və bu cür anti-Azərbaycan mövqeyi ilə seçilən deputatlar yenilənsə və onlar gerçəklərlə, həqiqətlərlə tanış olduqdan sonra onların mövqeyi dəyişəcək və orada Azərbaycan əleyhinə çıxışlar minimuma endikdən sonra AŞBA özü dəvət göndərəcək Azərbaycan nümayəndə heyətinə ki, bəli, siz akreditasiyasını təqdim edin, biz onu qəbul edəcəyik. Yəni, bu çox sadə bir mexanizmdir. Amma dövlətimiz təbii ki, bu təzyiq qarşısında əsla geri addım atmamalıdır. Amma münasibətlər də belə qopmuş vəziyyətdə 10 illiklər boyu davam edə bilməz. Bu, heç bir halda bizim faydamıza deyil. Burada alternativ güclər var, Azərbaycanlılar var, xaricdə yaşayanlar, bizim mediamız, vətəndaş cəmiyyətimiz, hüquq müdafiəçilərimiz, onlar intensiv iş aparmalıdırlar ki, AŞBA və ya Avropa Parlamenti özü anlasın ki, Cənubi Qafqazda artıq reallıqlar dəyişib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli ölkədir. Özləri münasibəti biraz yumşaltsın ki, dialoq üçün bir zəmin yaransın. Yenidən Azərbaycanla Avropa Parlamenti arasında, AŞBA arasında bir dialoq qurulsun, müəyyən bir kompromisə gəlinsin. Onlar öz sərt, əsla qəbul olunmaz iddialarından, tələblərindən geri çəkilsin ki, Azərbaycan da bunun qarşılığında müəyyən addımlar ata bilər ki, nəhayət ki, bizim o platformalarda iştirakımız təmin olunsun. Ümumiyyətlə, mən ölkəmizin bütün beynəlxalq platformalarda təmsil olunmasının tərəfdarıyam ki, ən azından biz Ermənistanla bugün münaqişəni bitirmişik, sülh müqaviləsi hələ imzalanmayıb, amma bizim yeni-yeni baxırsınız ki, düşmənlərimiz ortaya çıxır, istər Fransa olsun və ya Almaniyanın bəzi dairələri olsun, haradakı erməni lobbiçiliyi var, haradakı İslamofobiya var, orada hər zaman Azərbaycan əleyhinə, Türkiyə əleyhinə ölkələr, qüvvələr ortaya çıxacaq və onların müəyyən beynəlxalq platformalarda tək başına, tək mikrofona Azərbaycan əleyhinə danışması təbii ki, arzu olunan deyil. Biz, məsələn, vətəndaş cəmiyyətinin üzvləri olaraq AŞBA-nın sessiyalarında iştirak edirik, baxırıq, izləyirik, müşahidə edirik, amma bizim orada səs çıxış etmək hüququmuz yoxdur və belə olan halda Azərbaycan nümayəndə heyəti orada olub, iştirak edib, çıxış eləməlidir. Onların da akreditasiyası, belə deyək, dondurulub. Belə olan halda təbii ki, Azərbaycan üçün arzu olunan deyil. Oradakı qərəzli çıxışlar hər zaman olacaq. Avropanın o sağçı, millətçi dairələri heç bir zaman Türk-İslam ölkələrinin həqiqətlərini qəbul eləməyəcəklər. Belə olan halda biz onlara əks argumentlər ortaya qoyub Azərbaycan həqiqətlərini bir daha səsləndirməliyik. Bu baxımdan mən düşünürəm ki, Azərbaycan həm Avropa Parlamenti ilə, AŞBA ilə, ATƏT-lə əməkdaşlığını davam etdirməlidir, amma heç bir halda öz milli maraqlarından bir addım belə geri çəkilməməlidir. Müəyyən xırda detallar var ki, o üzərində müəyyən kompromislərə getmək olar, amma böyük mənada Azərbaycanın milli məsələləri ilə bağlı və Azərbaycanla belə əmir ton nida şəklində danışmaq əsla qəbul edilən deyil. Bərabər hüquqlu şəkildə Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirə. Bu arada Ermənistan-Avropa İttifaqı münasibətlərinə nəzər salaq. Çünki bilirik ki, bugün sabah Ermənistanın paytaxtında Avropa Siyasi Birliyinin 8-ci sammiti keçiriləcək və artıq bir sıra dövlətlərin rəhbər şəxsləri Ermənistana gəlib, belə deyək, ATƏT-in baş katibi Feridun Siniroglu Ermənistana səfər edib. Eyni zamanda Türkiyədən Ermənistana nümayəndə göndərilib. Sanki və rəhbər şəxslərin adlarını bir qədər də sadalamaq olar. Sanki seçki ərəfəsində Nikol Paşinyanı bu seçkilərdə xilas etməyə can atırlar. Yəni, belə bir təəssürat yaranır. Siz necə düşünürsünüz? Ümumiyyətlə, bu Avropa siyasi samiti hər il bir ölkədə keçirilir və xüsusən də bu il və xüsusən də iyun seçkiləri öncəsi
Ermənistanda keçirilməsi təbii ki, Avropa İttifaqının Ermənistana, xüsusən də Nikol Paşinyan iqtidarına bir siyasi jestidir. Çünki səfər zamanı Avropa liderləri, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəsmi şəxsləri, rəhbərləri Ermənistana gəlirlər. Ermənistanla Avropa İttifaqı arasında münasibətlər yenidən gündəmə gəlir. Ermənistan ümumiyyətlə bir ölkə olaraq Avropanın, Qərbin gündəminə daşınır. Bu, təbii ki, Nikol Paşinyanın seçki öncəsi daha çox siyasi dividend qazanmasına gətirib çıxarır və bunun ardınca da Ermənistanla Avropa İttifaqı arasında münasibətlərlə bağlı yeni bir səhifə açılması üçün bir tədbir də keçiriləcək Yerevanda. Təbii ki, bu samitin Ermənistanda keçirilməsi Ermənistan üçün böyük bir hadisədir. Nikol Paşinyan iqtidarı üçün seçki öncəsi böyük qazancdır və elə az öncə dediyimiz o Azərbaycan-Avropa parlamenti münasibətlərinin korlanması fonunda Avropa İttifaqının daha çox Ermənistana belə bir belə siyasi yatırım etməsi də təsadüf deyil və burada Ermənistan ərazisində Avropa İttifaqının mandatı var ki, missiyası var, onun mandatının uzadılması məsələsi də gündəmə gətirilir. Təbii ki, bu hazırki şəraitdə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri arasında, Azərbaycan və Ermənistan arasında daha çox Ermənistana belə deyək, siyasi yatırım yatırmasının və ikili standartların nəticəsidir. Çünki biz uzun illərdir Azərbaycan öz həqiqətlərini Avropa platformalarında qaldıranda bizi susturmağa çalışırdılar, bizə insan haqları, demokratik dəyərlər üzərindən təsir eləməyə çalışırlar. Amma seçki öncəsi baxırıq ki, Ermənistanda Nikol Paşinyan demək olar ki, öz rəqiblərinin böyük əksəriyyətini ya həbs elətdirib və ya siyasi yarışdan kənarda saxlayıb müəyyən səbəblərlə. Və maraqlıdır ki, Avropa susur. Bəli, heç bir qətnamə yoxdur, heç bir Avropa ölkəsi bununla bağlı bir sərt ismarıc vermir. Əksinə Nikol Paşinyan iqtidarına dəstəyini ifadə edir. Bu təbii ki, bilinən bir şeydir. Avropa platformalarında ikili standartlar hər zaman olub. Bu Ukrayna-Rusiya müharibəsi, İsrail-Fələstin münaqişəsi məsələsində də özünü göstərir. Avropa institutları Rusiyaya daha ağır sanksiyalar tətbiq edir. Amma Qəzza zolağında yaşanan qətliamlarla bağlı sadəcə müsbət, yumşaq çalışmalar edirlər. Əhməd bəy, söhbətimizə davam edəcəyik. Bu arada bilirik ki, Azərbaycanla Ermənistan arasında təmaslar artmaqdadır və yük yola salınacaq bugün. Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndərilir. Çəkiliş qrupumuz Biləcəri stansiyasındadır. Daha ətraflı məlumatı əməkdaşımız Zeynəb Nadirova bizə çatdıracaq. Zeynəb, hər vaxtın xeyir. Buyur, eşidirik səni. Kəmalər, vaxtınız xeyir olsun. Bəli, sözü gedən qatar artıq Biləcəri stansiyasına daxil olmaq üzrədir və artıq yavaş-yavaş yaxınlaşır. Kadrları operatorumuz Amban təqdim eləyir. Qeyd eləyək ki, Azərbaycandan Ermənistana 8 vaqondan ibarət gübrə göndərilir və bu növbəti göndərilən, belə deyək, vaqonlardır, qatardır və qeyd eləyək ki, artıq vaqonun bugün saat 12-də artıq Biləcəri stansiyasına daxil olması, daha sonra yoxlanılması prosesi baş tutacaq və hər şey qaydasında olduqdan sonra isə Ermənistan tərəfinə göndəriləcək. Və elə bundan öncə də ötən ay aprelin 30-unda da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilmişdi və bugün isə 8 vaqondan ibarət yük qatarı göndərilir ki, sırf gübrədən ibarətdir. Və Kəmal, hazırda həmin qatarın görüntülərini izləyirsiniz. 8 vaqondan ibarət gübrə daşıyan həmin o qatar. Və xatırlatmaq yerinə düşər ki, tranzitlə yanaşı Azərbaycandan Ermənistana neft məhsullarının da ixracı davam edir və indiyə kimi Azərbaycandan Ermənistana onu da qeyd eləyək ki, 8500 tondan çox dizel, 979 tondan çox AE92 benzini və 2955 ton və AE95 benzini ixrac olunub. Bugünsə biz gübrənin göndərilməsi prosesini izləyirik və bunun mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Hər zamanki kimi qeyd eləyək ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə adətən Biləcəri stansiyasından yola salınır və biz hazırda da növbəti yük
qatarının artıq həmin əraziyə Ermənistan tərəfinə göndərilməsi istiqamətində qatarın Biləcəri stansiyasına yaxınlaşdığını gördük və qatar yaxınlaşdı, artıq burada belə deyək dayanır. Bir qədər sonra artıq yüklərin yoxlanılması prosesi həyata keçirilir. Bundan sonraki mərhələdə artıq hər şey qaydasındadırsa və artıq problem yoxdursa, 8 vaqondan ibarət qatar yola düşməyə başlayır. Bəli, biz canlı-canlı bu bağlantıda həmin bu görüntüləri təqdim etdik. Həmin bu yük nədən ibarətdir, göndərilən qatar nədən ibarətdir, informasiyaları verməyə çalışdıq. Hələlik Kəmalə əlavə sual yoxdursa, mən elə informasiyamı burada yekunlaşdırıram. Bütün informasiyaları da detallı şəkildə verməyə çalışdım. Söz səndə. Təşəkkür eləyirəm Zeynəb və bir daha xatırladaq ki, bugün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndərilir ki, Zeynəb də yaxınlaşan, belə deyək, vaqonların kadrlarını bizə təqdim etdi və sonra nə proses bizi gözləyir, onları da açıq aydın izah etdi. Əhməd bəy, əslində Azərbaycanla Ermənistan arasında bu cür tranzit yük daşımaların bərpa edilməsini biz gördük. Proses bərpa olunan zaman Ermənistan rəsmiləri necə açıqlamalar verdilər, sevincək açıqlamalar idi və son açıqlamalarda da belə bəlli olur ki, məsələn, dizel yükünün göndərilməsi, dizel yanacağının göndərilməsi və Ermənistanda qiymətlərə təsir edəcək, yəni aşağı düşməsinə təsir edəcək kimi açıqlamalar da görmüşük və eyni zamanda Azərbaycana da müəyyən məhsulların ixrac olunacağını açıqlayırlar. Yəni proses davam edir və 8 avqust tarixindən sonra, sülhün paraflamasından sonra Azərbaycan da, istər Ermənistan tərəfi də bu prosesdə daha fəal iştirak eləyirik ki, təmaslar daha da artsın və bir qədər öncə siz də qeyd elədiniz, demarkasiya prosesi ilə bağlı da ötən həftə ərzində sıx görüşlər oldu. Ermənistan bu şəkildə davam edəcəkmi? Yəni bilirik, təbii ki, seçkilərdən çox böyük asıllıq var. Azərbaycan öz sözündə hər zaman olduğu kimi dayanır. Burada sadəcə əsas yük düşür Ermənistanın üzərinə. Təbii ki, Azərbaycan-Ermənistan arasında bugün faktiki olaraq bir sülh şəraiti var. Yekun sənəd imzalanmasa da, amma proses davam edir və iki mehriban qonşu arasında olan münasibətlər demək olar ki, tam şəkildə var. Bugün Azərbaycan-Ermənistan arasında 100%lik qarşılıqlı ticarət dövriyyəsi olmasa da, çünki əsasən biz satırıq Ermənistana, hələ ki Ermənistandan Azərbaycana hansısa bir məhsul daxil olmayıb. Amma bu ilə bağlı danışıqlar gedir. Elə baş nazirin müavini Şahin Mustafayevin Ermənistana səfəri zamanı Ermənistandan daha hansı məhsullar ala bilər deyə oradakı iş adamlarından siyahı qəbul olunub. Azərbaycan həm öz məhsullarını bugün aktiv şəkildə Ermənistana satır və ya digər üçüncü ölkələrdən gəlib Azərbaycan ərazisindən keçən məhsulların Ermənistana təhlükəsiz şəkildə yük daşınmasını təmin edir. Bugün erməni baş nazir Nikol Paşinyanın dediyi kimi sərhəddə artıq Azərbaycanlı və Ermənistan əskərləri dəmir qəbilgəsiz, silahsız xidmət aparırlar. Bu onu deməyə əsas verir ki, artıq qarşılıqlı etimad var və Azərbaycan bunda maraqlıdır. Əslində mən Azərbaycandan daha çox məhsulun Ermənistana satılmasını xoş xəbər kimi qəbul edirəm. Bu həm də şuur altında Ermənistan daha çox Azərbaycan iqtisadiyyatından asılı vəziyyətə düşür. Bu bizim həm də bir uğurumuzdur. Təbii ki, Azərbaycan bu sülh gündəliyinə sadiqdir. Biz bu münasibətləri inkişaf elətdirmək və yaxın aylarda sülh müqaviləsini imzalamaq tərəfdarıyıq. Ermənistanda bununla bağlı demək bir qədər çətindir. Hələ də Ermənistanda aktiv şəkildə revanşist, intiqamçı güclər var. Onlar sadəcə sıravi vətəndaşlar səviyyəsində deyil, siyasi qüvvə şəklində və seçkilərdə alternativ bir qüvvə olaraq çıxış edirlər. Onların da argumenti nədən ibarətdir? Əgər iyun seçkilərində qələbə qazansalar, Ermənistanla müharibə başlayacaq. Azərbaycan-Ermənistan arasında müharibə başlayacaq, güya hansısa əraziləri yenidən zəbt edəcəklər. Bu, erməni xalqında hansı bir fikirlərə gətirib çıxarır? Əgər Nikol Paşinyan iqtidarına səs verilsə, Azərbaycanla Ermənistan arasında münasibətlər inkişaf edəcək, sərhədlər açılacaq, qarşılıqlı səfərlər olacaq. Alternativ qüvvələrə, yəni revanşist güclərə səs verilsə, yenə Azərbaycana qarşı, Türkiyəyə qarşı hansısa revanşist fikirlər ortaya qoyulacaq, tək fikirlər deyil, müəyyən addımlar atacaq. Təbii ki, Azərbaycanın dəmir yumruğu öz yerindədir. Hər zaman ölkə başçısı cənab Ali Baş Komandan bildirir ki, biz sülh gündəliyinə sadiq, amma dəmir yumruq öz yerindədir. Hansısa bir cəhd
Dərhal bunun qarşısı dərhal alınacaq. qarşısı alınacaq. Bu dəfə hərbi əməliyyatlar artıq Ermənistan Respublikası ərazisində davam edəcək ki, bu daha çox erməni gəncin ölümü deməkdir, Ermənistan iqtisadiyyatının çöküşü deməkdir ki, bu artıq 2020-ci il müharibəsi, 2023-cü il hərbi əməliyyatları bir daha göstərdi ki, Ermənistanın işğalçı niyyəti hətta onun ən yaxın müttəfiqləri tərəfindən belə dəstəklənmir. Fransa hökuməti, Fransa dövləti heç bir halda açıq şəkildə bəyan edə bilmir ki, bəli, Ermənistan düz edir, biz onu Azərbaycana qarşı işğalçılıq siyasətində dəstəkləyirik. Pərdə arxasında müəyyən silah dəstəyi ola bilər, müəyyən siyasi qətnamələr ola bilər, amma heç bir ordu gəlib Ermənistan ərazisində Azərbaycana qarşı savaşmayacaq. Erməni xalqı bir qədər rasional düşünə bilirsə, təbii ki, seçkilərdə bu Nikol Paşinyanın özünün şəxsiyyətinə verilən dəyər deyil, sadəcə Azərbaycanla Türkiyə ilə olan sülhə, ən azı stabil, firavan yaşayışa verilən bir dəyərdir ki, məncə erməni xalqı düzgün seçim edə biləcək. Bir sözlə, hər şey 7 iyun tarixində Ermənistandakı parlament seçkilərindən sonra bəlli olacaq. Təşəkkürümü bildirirəm, minnətdaram və bir daha xatırladım ki, studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidov idi. Biz isə davam edirik.